dəfələrlə bu qaldırmışıq bu məsələni. Regionlarda ipoteka 1% olmalı, simvolik. 1%. Məsələn, Rusiya münasibət fərqlidir o ölkəyə, amma uzaq şərqi inkişaf elətdirmək istədi bir neçə il bundan qabaq. Birincisi, ora köçənlərə 1 hektar pulsuz torpaq verdi. Düzdür, indi onların torpağı çoxdur. Amma o başqalarının torpağında gözləri olsa da, öz torpaqları da çoxdur. Həm də ipoteka orada 2%. İlk 5 il ümumiyyətlə ödəmirsən. 20 ildə 2%. Yəni biz regionlarda ipotekanı faizsiz də eləyə bilərik. Bizim imkanlar var ölkənin. İndi faizsiz olmasın, heç olmasa indi əməliyyat xərclərini ödəmək üçün bankların marağı olsun ki, əməliyyatları aparsınlar. 1% banklara əməliyyat xərci qoy. 1%-lə ver, 2%-lə ver, yaxşı. Yəni bu olmalıdır. İpoteka 2%-lə olsa, cəmaət də fikirləşər ki, yaxşı da. O gedib bəlkə ev tikimdə oradan da, bəlkə orada artıq kök salmağı düşün. İşi gücü də olsa.